Novruz və Ramazan bayramları günlərində 501 yanğına çıxış olub, 11 nəfərin meyidi tapılıb. Bu barədə Bilgi TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 112 telefon qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyatı qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatlarının xilas olunmasını təmin edib. Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bayram günləri ərzində 9 azyaşlı uşaq olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyidi adiyyatı üzrə təhvil verilib. Sevindi Lakifoğlu, Bilgi TV üçün.